Şuşa Futbol Klubunun prezidenti Güləli Bağırov məhz bu sezon yeni komandasını Azərbaycan çempionatına artıq daxil edib. Hər zaman futbolda Şuşa futbolunun böyük bir dəstəyi və qayğısı ilə seçilən Güləli müəllim bugün də meydanda komandası çox əzmkar mübarizə aparıb Dostluq Futbol Klubuna qarşı. Və təşəkkür edirik Güləli Bağırova ki, bu qədər Şuşa futboluna can yandırır və Peşkar Futbol Akademiyasının klubunun yaranmasında çox böyük bir dəstəkdir. Şuşa Peşkar Futbol Klubundan yanımızda Adəm Əsgərovdur. Hansı Adəm ki, İspaniyalarla geniş əlaqəsi olan, hansı ki, Azərbaycandan İspaniyaya dəfələrcə yaxşı nümunəvi Azərbaycanlı futbolçuları yönəldə bilən və onların karyerasını zənginləşdirən bir baş məşqçi. Eyni zamanda özünün də Peşkar Futbol karyerasında 4 Peşkar Futbol Klubunda aparıcı oyunculardan biri olub. Lakin indi isə məşqçi postundadır. Ada klubundan da yaxşı tanıyırıq Adəm Əsgərovu. Adəm müəllim, salamlayıram sizi. Salam. Yeni klubunuz mübarək olsun Anar müəllimlə birlikdə çox möhtəşəm bir klub, bir baza yaratmasında səbəbkarsınız. Buradan təbii ki, rəhbərliyinizə, hər birinizə təşəkkür edirəm. İndi bu klubun fəaliyyəti nədən ibarət olacaq? Əvvəla belə deyim, bugünkü bu Zəfər bayramına görə birinci əvvəla şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı. Bu klub Şuşa klubu yeni yaranıbdır. Yəni Peşkar Futbol Klubudur. Akademiyamız inşallah daha da genişlənəcək. Necə Azərbaycanın ən güclü klublarından biri olan Qarabağ klubu necə dünyada tanınırsa, Şuşa Futbol Klubu da ki, bütün dünyada hər yerdə tanınacaq. Ən güclü akademiyalardan biri olacaq. Bizim akademiyanın uşaqları da tək Azərbaycan üçün yox, Avropa, xaric, Azərbaycan millisinin uşaqlarına belə həvalə edəcəyik bütün ölkəsi. Təşəkkür edirik, yollarınız bol olsun Adəm müəllim. Çox sağ olun, Allah razı olsun.